Birincisi, Rusiyanın bütün torpaqları işğal olunmuş torpaqlardır. Bugün Rusiya Federasiyası adı altında olan dövlətin o ölkənin bütün torpaqları işğal torpaqlarıdır. Orada Rusa ait torpaq yoxdur. Rusun öz torpağı haradır? Kiyev Rus dövləti idi. Bugün Rusiya öz anasına xəyanət edir. Ukraynanı Amerikanda İngilislər işğal edib də. Bu da olsun. Hinduları getdi. Hindularla da Adəmlə işləyirəm. Həvvaya gedək çıxasa. Yox, Adəm Həvvaya getmir ki, Adəm Həvvası başqa. Bu günləri Rusiyanın işğal etdiyi torpaqlar mənim torpağımdır. Mənə aiddir. Türk torpağı. Bacarırsan ged al. Alacağıq. Mütləq alacağıq. Bəs biz bütün bunları niyə danışırıq? Niyə yetişdiririk o ictimai rəyi? Ona niyə hazırlayırıq? Niyə məsələn Rusiyanın içindəki Türk qardaşlarımızla işləyirik? Ona görə işləyirik. Alacağıq. Necə ki SSR dağıldı, Rusiya dağılacaq. Ondan savayı. Deyirsiniz ki, arzu başqa şeydir, reallıq başqa şeydir. Mən bu reallıq hissini itirmiş adam deyiləm. Amma fəhm deyə bir şey var. Gələcəyi görmək deyə bir şey var. Hesab kitab var. Yəni qoyursunuz yan yana, təhlil edirsiniz, götür qoy edirsiniz, görürsünüz ki, bu baş verəcək. Misal çəkirəm. Bayaq misal üçün SSR-nin dağılmasını dedim. Başqa bir misal. 2010-cu ildə mən yatıb qalxıb deyirdim 7 dövlət bir millət. Türk dövlətləri haqqında. Bilirsiniz nə qədər adam mənə lağ eləyirdi? O lağ eləyənlər bugün AzTV-də növbəyə durublar. Türk dövlətlərinin birliyindən danışmağa. Məni AzTV-yə buraxmırlar amma. Görürsünüzmü? Onda da sizin kimi adamlar mənə deyirdi ki, sən reallıq hissini itirmisən. Bu arzudur, başa düşürük, hörmətlə yanaşırıq, amma reallıq hissini itirmisən. Bu günləri Qəbələdə, tarixi Azərbaycan paytaxtında, Albaniya paytaxtında, Rusiya sərhədində, bu faktora diqqət eləyin ha. Rusiya sərhədində Azərbaycan dövləti Türk dövlətlərinin zirvə görüşünü keçirir. Və Azərbaycan prezidentinin bir paylaşımı var, video. Çox geniş yayılıb. O videoda diqqət çəkən bir məqam var. Çox adam ona diqqət eləmir. Elə bilir ki, elə belə bir paylaşımdır. O elə deyil. O qonaq gəlmiş prezidentlərin təyyarələrinin sırasını göstərir. Və bu əslində qalanda Rusiyaya da, Rusiya kimi düşünənlərə də bir mesajdır ki, biz buyuq, birləşmişik, birlikdəyik, perspektivimiz budur. Yəni ona görə mənim dediklərim sadəcə arzu deyil. Mənim dediklərim anonsdur həm də. Anonsdur əlbəttə ki. Üstə Səyiş xan bir dənə də nüansı deyim. Azad bəy bəlkə də o şeylərə fikir vermir. Xüsusən bu Quzey Qafqazla mən çox yaxından işləyirəm. Adamlar Dağıstanda, Çeçenistanda, İnguşetiyada artıq özlərini Rusiyalı hiss etmirlər. Və Azərbaycana daha çox hörmətlə yanaşırlar. Moskvanı yox sayırlar. Siz burada durmuşsunuz ki, Rusiya bizim qonşumuzdur filandır. Adamlar özlərini Moskvaya, Rusiyaya bağlı saymırlarsa, biz necə onları Rusiya saya bilərik? Siz necə cavabınız var mı en azından yekunlaşdırıcı baxımdan? Razılaşırsınız mı apanyetinizin bu fikirlərinizlə? Burasındadır ki, ümumilikdə biz istəsək də, istəməsək də qonşuyuq. Qonşuyuq. Xoşunuza gəlsə də belədir, gəlməsə də belədir. Müəllimin gözəl arzuları var. Dəstəkləyirəm o mənada. Yəni biz bir millət, bir ittifaq halına gələk, böyük bir Turan ittifaqı yaratmaq. Təbii ki, bayaq sözümün verilişin əvvəlində dedim ki, dünya siyasəti gücün qanunla tənzimlənir. Güclüsən, haqlısan. Biz güclüyük. Hələ güclü deyil. Güclü olmaq istəyirik. Yox, güclüyük.